Fiziki şəxsin fəaliyyətinin dayandırılması arayışının tərtib olunması və göndərilməsi barədə video təlimat. Bu video təlimatda vergi ödəyicisi tərəfindən fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması üçün arayışın tərtib olunması və göndərilməsi prosesi əks etdirilir. Bunun üçün İnternet Vergi İdarəsinin New e-Taxes Gov.az portalına daxil olmaq lazımdır. Asan imza, Sima token və yaxud Sima imza gücləndirilmiş elektron imzalar vasitəsilə elektron kabinetə daxil olan istifadəçi ilk növbədə yeni pəncərədən ərizələr modulunu seçir. Daha sonra fiziki şəxsin fəaliyyətinin dayandırılması arayışının təqdim olunması üçün yeni ərizə xanasına müraciətə uyğun arayışın adı yazılaraq, axtarış nəticəsində ekranda əks olunan və yaxud hamısına bax düyməsi vasitəsilə yeni açılan pəncərədən müvafiq arayış forması seçilir. Açılan arayış formasında vergi orqanı və vergi ödəyicisi barədə məlumatlar avtomatik əks etdirilir. Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix xanasında fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix qeyd olunur. Fəaliyyətin və əməliyyatların dayandırıldığı son tarix xanasında fəaliyyətin və əməliyyatların dayandırıldığı son tarix qeyd edilir. Fəaliyyətini dayandırmasının əsas səbəbi xanasında müvafiq səbəblərdən biri seçilir. İcarəyə götürülmüş daşınar əsas vəsaitlər xanasında icarəyə götürülmüş əsas vəsaitlərin olub-olmaması qeyd olunur. Ödəyicinin aktivləri xanasında ödəyicinin aktivlərinin olub-olmaması qeyd edilir. Növbəti addımda arayışın göndərilməsi üçün aktivləşən növbəti düyməsi qaralamada saxlanması və daha sonra göndərilməsi üçün qaralamada saxla və çıx düyməsi sıxılır. İmzala və göndər düyməsi sıxıldıqdan sonra istifadəçinin bu əməliyyatdan imtina etmək imkanı var. İmtina düyməsi sıxıldıqda yenidən əvvəlki pəncərəyə geri qayıdılır. Bu zaman ekranda əks olunan sil düyməsi sıxılmaqla ərizə forması silinə və ya əksinə bu əməliyyatdan imtina edilə bilər. İmzalama əməliyyatından sonra yeni pəncərədə istifadəçi tərəfindən doldurulmuş məlumatlara uyğun arayış forması və onun göndərilməsi barədə bildiriş ekranda əks olunur. Bildiriş həmin pəncərədə çap düyməsi vasitəsilə çap edilə, endir düyməsi sıxılmaqla yüklənilə bilər. Bağla düyməsi isə pəncərəni bağlamaq üçün nəzərdə tutulur. İstifadəçi tərəfindən göndərilən fiziki şəxsin fəaliyyətinin dayandırılması arayışı göndərilənlər qovluğunda əks olunur və arayışın statusu barədə məlumat qeyd edilir. Eyni zamanda arayış bu hissədən də çap düyməsi vasitəsilə çap edilə, endir düyməsi sıxılmaqla yüklənə bilər.